Gözəllik istəyiblər, amma nəticə elə bil dram filtri ilə çəkilmiş TikTok videosu kimi çıxır. Ssenariyə gələndə orada vəziyyət qarışıqdır. Biraz da ciddidir. Bir tərəfdə ailə dramı, o birisi tərəfdə keçmişdən qalan cinayət, sonra biraz romantika, biraz mistika, biraz da mən kiməm. Niyə buradayam fəlsəfəsi? Yəni sanki 3 ayrı janrı blender atıblar, qarışdırıblar, adını da Eşref Rüya qoyublar. Dialoqlar bəzən çox bəhq gedir, amma bilmirəm, mənə təbii gəlmir. Səni sevməkdən qorxmuram, amma səni itirməkdən qorxuram. Bunu deyən adamın 5 dəqiqə əvvəl əlində silah var idi. Bura romantika deyil, bu artıq kriminal poetikadır. Musiqi məsələsinə gələndə orada isə tərif düşür. Hər səhnəyə uyğun musiqi tapıblar. Amma arada elə dramatik verirlər ki, adamın ürəyə gedir. Amma bu qədər yaxşılığın içində o görsənmir. Məsələn, qız pəncərəni açır, bum, simfonik orkestr sanki atom bombası partlayır. Amma yenə deyirəm, musiqi tərəfi möhtəşəmdir. Toz üstündə yeşil yapraq.